İstehlakçının balansında olan elektrik şəbəkələri və avadanlıqlarına texniki xidmətin göstərilməsi. Vətəndaşlar istehlakçının balansında olan elektrik şəbəkələri və avadanlıqlarına texniki xidmətin göstərilməsi xidmətindən daha rahat istifadə etmək üçün mygov.az portalı vasitəsilə, eləcə də Asan Xidmət və Asan Kommunal mərkəzlərinə müraciət edə bilərlər. Vətəndaşlar müraciət edən şəxsin şəxsiyyətini təsdiq edən sənədin əslini, ərizə blankı və röyeni təqdim etməklə xidmətdən yararlana bilərlər. Müddət işin həcmindən asılı olaraq müqavilə əsasında müəyyən edilir. Hüquqi şəxslərlə bağlı müraciət digər şəxs tərəfindən edildikdə, səlahiyyəti təsdiq edən müvafiq qaydada təsdiq edilmiş etibarnamə və şəxsiyyətini təsdiq edən sənəd təqdim edilməlidir. Elektron qaydada müraciət olunduqda mygov.az web ünvanına daxil olunur. Müvafiq bölməyə klik edilir. FIN koduna bağlı məlumatlar avtomatik doldurulduqdan sonra abonent kodu və abonent növü seçilir. Daha sonra reglamenta uyğun sənədlər sistemə yüklənir. Əlaqə məlumatları daxil edildikdən sonra müraciət göndər düyməsi sıxılır.